Salam aleykum əziz müsəlman, bacı və qardaşlar. Hər birinizi məntiq dərsimizin 4-cü hissəsində xoş gördük. Keçən dərsimizdə ümumiyyətlə elm nədir, hansı hissələrə bölünür və dünya görüşümüzün inkişaf baxımından bir sıra bölgülərlə tanış olmuşduq və elmin tərifini də kitabda necə verilib, onunla da tanış olmuşduq. İndi isə elmin fərqli bir bölgüsü ilə tanış olacaq, hansı ki bizim bu kitabı bitirənə qədər bu bölgü sanki bizim yol xəritəmiz kimi olacaq. Bu bölgüdə elmin təsəvvürə və ekranda gördüyünüz kimi təsdiqə olan bölgüsüdür. Elm bir dəfə təsəvvürə bölünür, bir dəfə təsdiqə bölünür. İndi bunların hər biri nədir? Təsəvvür nələrdən ibarətdir? Təsdiq nələrdən ibarətdir? Bunların tərifləri nədir? Və s. kimi şeylərlə biz dərsin irəliləyən hissələrində tanış olacağıq. Əvvəlcə gəlin baxaq görək ümumiyyətlə bu mövzu bizə niyə lazımdır? Bizim harda dərdimizə dəyəcək? Ümumiyyətlə məntiq elmində təsəvvür və təsdiqə elmin bölünməsi bizə nə kimi faydaları var? Əvvəla məntiq elminin mövzusu tərif edən və höccətdir. Oxuyacağımız kitabın birinci hissəsi bəhs edir tərif edəndən, yəni bir şey necə tərif vermək olar? Kəlmələrdən necə istifadə etməliyik? Hansı kəlmələri düzüb qoşmalıyıq ki, əlimizdə düzgün, məntiqi, bütün kriteriyalara uyğun bir tərif olsun ki, bunu da irəliləyən dərslərdə əlbəttə ki, daha yaxşı tanış olacaq və bu dərsdə qısa bir toxunacaq. Və höccət də kitabımızın ikinci hissəsi bəhs edir ki, bir şeyi necə sübut eləyərəm, bir şeyi necə dəlil gətirərəm, bir şeyi necə isbatlayaram, bundan bəhs edəcək. Yəni, əsasən bizim oxuyacağımız məntiq elminin mövzusu tərif edən və höccətdir. Tərif edənə biz deyirik təsəvvür, höccətə biz deyirik təsdiq. Bir sıra fərqli təbirlərlə indi tanış olacaq, həm təsəvvür barədə, həm də təsdiq barədə. İndi isə onlarla biraz tanış olaq. Burada ümumi qeydlərdir, hansı ki o görürsünüz. Burada həm tərif edənə, həm də höccətə qısa bir misalımız var. Bir dəfə deyirik ki, insan düşünən heyvandır. Düşünən heyvan, bildiyimiz kimi nədir? Tərifdir. İnsan tərif olunandır. Tərif edən düşünən insandır. Düşünən insan, biz düşünən sözün haradan götürdük? Heyvan sözün haradan götürdük? Bunları istədiyimiz hər sözdən tərif qura bilərikmi? Yoxsa xüsusi bir qaydalar toplusu var, hansı ki ona riayət olunmalıdır ki, zehnimiz xətadan qorunsun və biz məntiqi tərif əldə edək. Görürsünüz, bu cümlələr necə də ilk dərsimizdə məntiqin tərifi ilə üst-üstə düşür. Bu da bizə tərifin də özünə uyğun qaydalar toplusu olduğunu göstərir. İndi isə düşünən heyvandır. Qısaca bir baxış keçirdək. Düşünən heyvandır. Düşünən insanı digər heyvanlardan ayırıcıdır. Biz buna ərəb dilində, ərəb terminologiyasında fəsil deyəcəyik. Yəni insanla digər heyvanları ayıran şey onun düşünmə qabiliyyəti, düşünüb danışma qabiliyyətidir. Bəxşi heyvan nədir? Heyvansa insanın cinsidir. Cins, yəni insanın daxil olduğu və onun zatını əks etdirən bir yuxarı qrup kimi hələ ki düşünməyimiz bizə kifayət edər. Çünki gələn dərslərdə bu barədə ətraflı onsuz da danışacağıq. Demək ki, düşünən heyvandır və biz bir cinsdən, yaxın bir cinsdən insana və bir insanın digər həmin cinsin üzvlərindən, yəni heyvanın digər üzvlərindən insanı ayıracaq, ayrıcı bir xüsusiyyət, yəni fəsil seçirik. Onları yan-yana qoyduqdan sonra yalnız biz məntiq elmi ilə üst-üstə düşən bir tərif əldə etmiş oluruq. İndi isə keçək höccətin, yəni təsdiqin bir nümunəsinə. Əlbəttə, bundan əlavə də nümunə misallar vuracaq, bundan başqa da nümunələr gətirəcəyik ki, daha yaxşı bizə aydın olsun. Ekranda da görürsünüz. Bəzi toylarda içki və rəqs olur. Bütün içki və rəqs olan yerlərdə iştirak etmək haramdır. Deməli, belə bir nəticəyə gəlirik ki, bəzi toylarda iştirak etmək haramdır. Deməli, bizim burada terminlərlə danışmalı olsaq, suğra, kubra və nəticə olaraq 3 cümlədən ibarət
bir sillogizm, yəni bir qəziyyə qarşılayır. Bu qəziyyə vasitəsilə əgər bütün məntiqi qaydalar tətbiq edilməklə həyata keçirilərsə, biz bir çox şeyi sübut edə bilərik və bir çox şeyin yanlış olduğunu tapa bilərik. Burada da nə deyir? Bəzi toylarda içki və rəqs olur. Əgər cümlə bəzi, yəni xüsusiliklə başladısa, mütləq nəticə də xüsusiliklə başlamalıdır. Bunları gələcək dərslərimizə sanki bir baxıma xatırlatma olsun və yaxud da gələcək dərslərimizdə oxuyanda daha yaxşı anlayaq deyə indidən qısaca toxunuram. İkinci, yəni kubra dediyimiz cümlə mütləq ümumi bir qayda ehtiva etməlidir ki, biz bunu tətbiq edə bilək. Təkrarlanan hədd, suğra və kubra, yəni birinci və ikinci cümlə arasında təkrarlanan hədd dediyimiz, yəni ikisində də olan bir cümlə var. Bu da nədir? Bəzi toylarda içki və rəqs olur, içki və rəqs sözü. Baxın, burada da indi daha yaxşı görəcəyik. İçki və rəqs sözü. Bütün içki və rəqs olan yerlərdə iştirak etmək haramdır. İçki və rəqs sözü iki yerdə gəlirsə, bu artıq nəticədə işlədilmir. Nəticə cümləmizdə artıq yalnız biz birinci hissənin bu yaşıl rənglə qeyd etdiyimiz tərəfi və ikinci hissənin də yaşılla qeyd etdiyim tərəfi. Yəni, bəzi toylarda iştirak etmək haramdır. Nəticəsini əldə etmiş oluruq. Əlbəttə, burada başqa qaydalar da var, başqa nüanslar da var. İndi onların hamısını inşallah ki, yeri gələndə ətraflı formada müzakirə edəcəyik. Ardıca biz dedik ki, elm təsəvvür və təsdiqə bölünür. Bunun üçün sadə bir misal var. Gəlin bu misalın üstündə də işləyək. Şəkildə bir üçbucaq görürük. Üçbucağın görən kimi zehnimizə üçbucaq fiquru gəlir. Bu bizim zehnimizə bir informasiyanın daxil olduğunu göstərir. Yaxşı, bəs bu elm, bu informasiya, bu məlumat təsdiqdir, yoxsa təsəvvür? Sadəcə üçbucağın bizim zehnimizə gəlməsi bizim üçün təsəvvür elm sayılır. Yaxşı, bəs desək ki, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Burası 90 dərəcədir, burası məsələn 45 dərəcədir və bu bucağı da 45 dərəcədir desək. Diqqət edin, bu bucaqları tapsaq. Yenə də mi təsəvvürdür? Bəli, yenə təsəvvürdür. Yaxşı, bəs indi biz bir dənə bir-biri ilə kəsişən perpendikulyar iki xətt çəksək, bu iki xəttin işarələdiyim hissələrinin də yaranan bucaqlara da fikir versək, yenə bizə təsəvvür elmdir. Hətta bunların 90 dərəcə olduğunu bilsək belə, bu da bizim üçün təsəvvür elmdir. Yaxşı, bəs indi mən şübhə etdim. Görəsən, üçbucağın bucaqlarının cəmi neçə edir? Tutaq ki, x deyək. Yaxşı, bəs düzbucaq, bu iki yaranan düzbucağın cəmi nə qədər edir bu kəsişən perpendikulyar xətlərdə? Buna da z deyək. İndi şübhə edirəm, görəsən x bərabərdir z düzgündür. Bu da təsəvvür elmdir. Yaxşı, nə vaxt təsdiq olur? O vaxt təsdiq olur ki, biz yazırıq 90 üçbucağın daxili bucaqlarını, düzdür artıq bu bədihidir, yenə də daha aydın olsun deyə yazılır. 90 üstə gəl 45, üstə gəl 45. Bu daxili bucaqlarını topladıq, alırıq x-i. Aşağıda da toplayırıq 90, üstə gəl 90. Bu da bərabərdir z. Yəni, buradakı iki bucağı bir-biri ilə topladıq. Yuxarıdakıdan x-i biz alırıq 180, z-i də alırıq 180. Bəli, biz artıq bildik ki, x z-ə bərabərdir. Yəni, üçbucağın daxili bucaqlarının cəmi bir-biri ilə perpendikulyar formada kəsişən düz xətlərin bucaqları cəminə bərabərdir. Yəni, 180 bərabərdir 180-a. Artıq bu elmə biz deyirik təsdiq. Çünki bu artıq isbatlandı, bu artıq təsdiqləndi. Bizim mənadakı həm termin mənası təsdiqdir, terminin özü təsdiqdir, həm də bizim işlətdiyimiz təsdiqləmə mənasında da bu təsdiqlənmiş sayılır. Artıq bizə müəyyən qədər aydın oldu ki, təsəvvür nədir, təsdiq nədir, onların fərqləri və mərhələləri nədir. İndi isə gəlin görək, ümumiyyətlə, təsəvvür və təsdiq nələrdən ibarətdir? Bunların tərkib hissəsi nədir?
Təsəvvür 4 şeydən ibarət ola bilər. Yəni 4 fərqli tür ola bilər. Bir dəfə söz. Yəni bütün sözlər, bütün nitq hissələrindən olan kəlmələrimiz bizim təsəvvürdür. Sadəcə sözdən söhbət gedir. Yaxşı. İkinci, xəbər cümlələri. Yəni təsdiqlənməmiş və yaxud da hələ əmin olmadığımız xəbər cümlələri. Məsələn, burada da misalda görürük. Marsda yaşayışın olub olmaması. Bir nəfər gəlib deyir ki, Marsda yaşayış var. Bu tamamlanmış cümlə, tamamlanmış bir fikirdir. Amma təsdiqdirmi? Xeyr, bu təsəvvürdür. Bizə sadəcə bir təsəvvür yarada bilər. O vaxta qədər ki, həmin insan dəlillərlə, sübutlarla bunu bizə isbat etməyib, onun bu gətirdiyi iddia bizim üçün sadəcə təsəvvürdən ibarətdir. Üçüncü, sual və əmr cümlələri. Sual və əmr cümlələri bir şeyin biz təsdiq olub olmadığını bilmək istəyiriksə, bilməliyik ki, o həqiqətlə üst-üstə düşür yoxsa yox. Məsələn, bu məşhur misalı vuraq. Bir nəfər qatıq ağdır deyirsə və həqiqətdə də qatıq ağ rəngdədirsə, deməli bunun dediyi söz təsdiqlənilmişdir və yaxud da doğru sözdür. Niyə? Çünki həqiqətdə də qatıq ağdır. Amma sual cümlələrini isə həqiqətdə biz bu cürə yoxlaya bilmirik. Bir adam mənə gəlib necəsən dedikdə, həqiqətdə bu necəsən, o necəsən deyə bir şey əlimizdə olmadığına görə bu cür cümlələrin biz deyirik ki, həqiqəti yoxdur. Və bu səbəbdən də onlar həqiqətlə üst-üstə düşüb düşməmə kimi bir problem yaşamırlar. Çünki onsuz da həqiqətləri yoxdur və onun üçün də biz bunları təsəvvür götürürük. Necə ki, bir adam necəsən dediyi zaman, düzdür ki, ola bilər o mənim maraqlandığını mən oradan başa düşüm və ya da fərqli şeylər başa düşüm. Amma sırf o necəsən sualından mən heç vaxt təsdiq əldə edə bilmərəm. Və yaxud da əmr cümlələri də bunun kimi get, gəl və s. Dördüncü təsəvvürün tərkib hissəsindən dördüncüsü isə natamam söz birləşmələri kontekstində dəyərləndirdiyimiz bütün natamam fikirlər və cümlələri biz bura əlavə edə bilərik. Məsələn, Əlinin kitabı. Misalda da görürsünüz, Əlinin kitabı deyirəm. Tamamlanmamış bir fikirdir. Əlinin kitabı və qarşıdakı gözləyir ki, mən cümləmi bitirim. Və yaxud da şərt cümlələri, şərt cümləsinin bir hissəsi. Əgər yağış yağsa, qarşıdakı hələ də şey deyil. Mənim burada bu cümlədən sonra sakit qalmağım özü yanlış bir işdir. Çünki fikri tamamlamadım. Və eyni zamanda bu cür bir şey yalnız təsəvvür elmi ola bilər. İnsanda təsdiq yarada bilməz. Yalnız təsəvvür ola bilər. Yaxşı, bəs təsdiqin tərkib hissəsi nədir? Təsdiqin isə tərkib hissəsi 2 dənədir. Yəqin və zənn. Yəqin və zənn nədir? Biz elmi bir daha böləcəyik. Elmi biz bu dəfə 4 yerə böləcəyik. Bir dəfə yəqin, bir dəfə zənn, bir dəfə şək və bir dəfə vəhm. Baxın, bunu keçmiş dərsimizdəki vəhmlə qarışdırmaq olmaz. Hansı ki, biz demişdik ki, vəhm övladın ataya olan sevgisi və s. həddi hüdudu miqdarı olmayan hissləri vəhm götürmüşdük. Bu vəhm isə o vəhmdən fərqlidir. Burada vəhm bizim elmə olan agahlığımızdır. Nə baxımından? Yəqin bir şeyi 100% bilməyimizə deyirlər yəqin. Zənn bir şeyi 50%-dən 100% arasında olan elmimizə deyirik zənn. Bir şeyi 50% biliriksə, yəni 50% düzlüyünə və 50% də əksinə ehtimal veririksə, olur şək. Vəhm isə 50%-dən 0%-ə qədər olan aralıqdakı elmimizə deyilir. Hər birinin öz misalı var. Bir insan, məsələn, Allahın varlığına bir müsəlman ola bilər ki, 100% yəqin olsun. Və yaxud da bir insan bilir ki, atası hər gün evə saat 6-da gəlir.
Mümkündür ki, atası evə 1 saat gec və yaxud da 1 saat tez gəlsin. Bununla belə o bilir ki, 90% amma atası saat 5-də gələcək, amma 100% əmin deyil. Çünki yolda bir hadisə baş verə bilər, gecikə bilər, hansısa şey baş verə bilər. Amma hər gün ki, atası iltizamlıdır və saat 5-də evə daxil olur, uşaq zənni var ki, atası evə saat 6-da daxil olacaq. Amma dediyimiz kimi olmama ehtimalı da yuxarıdır. Bir dəfə insan şəkdə olur. Ümumiyyətlə, insan iltizamsız insandır, evə nə vaxt gedir, nə vaxt gəlir bilinmir. Günorta saat 2-də, məsələn, ailəsi düşünür ki, bu evə gələr, yəqin ki, saat 2 üçün evə gələr. Və yaxud da kimsə nə vaxta gələr, bəlkə də saat 2 üçün gələr, bəlkə də gəlməz. Yəni, şəkdədir, 50% gəlmə ehtimalı var, 50% gəlməmə ehtimalı var. Və bir dəfə də vəhm. Ümumiyyətlə, belə düşünək. Bir adam ümumiyyətlə ailəsinə vaxt ayırmır. Həftədə bir dəfə, ya ümumiyyətlə heç gəlmir, ya ayda bir dəfə gəlsə gələr, gəlməsə gəlməz. Və gündəlik uşaqlarının onun evə gəlməsini verdiyi ehtimala biz vəhm deyə bilərik. Məsələn, uşaq bu gün deyir ki, bu gün atam gələr, görəsən. Halbuki, məsələn, atası bir ay sonra, ya 2 həftə sonra gələcək. Yəni, bu gün gəlmə ehtimalı 5% və yaxud da 10%-dir. Bu halda uşağın atasının gəlməsinə olan elmi vəhm adlanır. Sözsüz ki, bütün başqa şeylərdə də biz bunu tətbiq eləyə bilərik. O şey ki, 100% bilirik, deyirik, yəqinliyi var. Bir şeyi 50%-in 100% arasındadır. Yəni 51-dən 99-a qədərdirsə, faiz ehtimalıdadırsa, buna deyirik, mənim buna zənnim var. Bir şeyi dəqiq bilmirik, 50% ehtimal arasında qalmışıq, o da ola bilər, bu da ola bilər deyik. Buna deyirik, mən şəkdəyəm. Bundan da aşağıdırsa, artıq deyirik, vəhmdəyəm. Və deyir ki, təsdiq yalnız və yalnız zənn və yəqin olduğu zaman biz ona təsdiq deyərik. Elə təsdiqin mənası bayaq da vurğuladığımız kimi bizim dildəki təsdiq sözü ilə də üst-üstə düşür. Və əzizlərim, son olaraq ekranda gördüyümüz kimi təsəvvür və təsdiq hərəsi də özü-özlüyündə nəzəri və zəruri olaraq da 2 qismə bölünür ki, Allah Mütəallanın izni ilə gələn dərsimizdə zəruri və nəzəri nədir? Elmin əksi olan cəhl nədir? Onun qismləri nələrdir? Bu kimi digər mətləblərə də Allahın izni ilə toxunacaq. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.